Yağışlı havanı görən kimi xəmir yeməkləri yada düşür. Bu yeməyin adını və hansı zonanın yeməyi olduğunu bilən varsa, şərhlərdə qeyd edər. O qədər dadı möhtəşəmdir ki, bir dəfə hazırlayan hər dəfə hazırlayacaq. Sadə xəmir yoğurulur. Un, su, duzdan ibarət. 4 stakan un getdi. 3 hissəyə bölüb yaya bildiyim qədər nazik yaydım. İçlik olaraq çəkilmiş ət, soğan, duz, istiot əlavə elədim və rulet formasında bükülür. Kiçik hissələrə bölünüb ayrılır və birinci tavanın üzərinə halqa şəklində doğranmış kartofları, duz, istiot, az tomat vurub düzürük. Üzərindən xincəlləri düzüb 1 stakan su əlavə edib 1 xörək qaşığı kərə yağı vururuq və bişir. Az xodda bişiririk. Sonda üzərinə göyərti də əlavə edib nuş edirik. Dadı o qədər möhtəşəmdir ki, hər kəs bəyənəcək.